Börək daşlarının qarşısını almağın əsas yolları. 1. Bol su içmək. Gündə ən az 2-3 litr su içmək sidiyin duruluğunu artırır və daşların əmələ gəlməsinin qarşısını alır. Səhər-səhər və yatmazdan əvvəl su içmək xüsusilə faydalıdır. 2. Duz qəbulunu azaltmaq. Çox duz orqanizmdə kalsiumun artmasına səbəb olur ki, bu da daş riskini artırır. Yeməkləri az duzla bişirmək vacibdir. Şəkərli içkilər və qazlı sular. Xüsusilə kolalı içkilər və enerji içkiləri böbrəklərə ziyandır və daş riskini artırır. Onlardan uzaq durmaq tövsiyə olunur. 4. Heyvani zülalın miqdarını azaltmaq. Ət, toyuq və balıq çoxluqda qəbul edildikdə sidik turşuluğunu artırır və daşlara səbəb ola bilər. Bitki mənşəli zülallara üstünlük verin. Məsələn, paxlalılar. 5. Kalsium balansını düzgün saxlamaq. Kalsium qəbulu azaldılmamalıdır. Amma doğru qaynaqlardan, məsələn, süd qatıq, qəbul edilməlidir. Süni kalsium əlavələri isə daş riskini artırır. 6. Limon və sitrus meyvələri. Limon turşusu sitrata zəngindir və bu maddə böbrək daşlarının əmələ gəlməsinin qarşısını alır. Gündə 1-2 dəfə limonlu su içmək faydalıdır. Təbii bitkilərdən istifadə, qarğıdalı saçağı çayı, cəfəri suyu, at quyruğu otu, sidik qovucu təsiri var. Bu bitkiləri həkimlə məsləhətləşərək müntəzəm içmək olur.